Bismillahirrahmanirrahim. Elhamdülillahi ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Baxlar qardaşlar, biraz önce bir qardaş telefon açmışdı. Çox həyecanlı şəkildə, çox narahat bir durumda məndən bir tövsiyə istədi. Dedi ki, bəzi məscidlərdə Azərbaycanda durum çox kritikdir, yəni çox acınacaqlı bir durumdadır. O da orada ibadət edən ibadət əhlinin belə qeyri-adi şəkildə qruplar toplamaları, qruplaşmaları. Elə ki, nəinki əqidə üzrə toplanmaq, filan əqidə sahibləri filan yerdə toplanır, filan əqidə sahibləri filan yerdə toplanır. Deyir ki, bu şey kənarda qalıb, indi biraz başqa bir toplantı var. O da varlılar bir yerə toplanırlar, söhbət edirlər, kasıblar bir yerə toplanıb söhbət edirlər. Məclislər də elə qurulub ki, bəzi iftar məclislərində sadəcə imkanlılar və başqa məclislərdə isə sadəcə kasıblar. Soruşur ki, İslam dinində belə bir qruplaşma, belə bir toplanma varmı? Əgər varsa, bunun əsası nədir? Ona şək yoxdur ki, qardaşlar, dinimizdə təməl var. Allah Azze ve Celle Quran-ı Kerimdə buyurur, İnne akramakum indallahi etqakum. Sizin Allah qatında ən dəyərliniz, ən kəramətliniz, ən hörmətliniz Allahdan ən çox qorxanınızdır. İnsanların dəyəri, qiyməti, malına, puluna, yeməsinə, içməsinə və yaxud da vəzifəsinə, gücünə görə deyil. İnsanların dəyəri Allah qatında olan qorxularından, Allahdan olan qorxularından, Allahdan olan taqvalarındandır. Buna görə əsl odur ki, müsəlmana buna görə dəyər versin. Heç zaman Allah qatında kimsə pulu ilə, kimsə malı ilə, kimsə gücü ilə, kimsə vəzifəsi ilə dəyər qazana bilməz, madəm ki, o insanda taqva yoxdur. Heç kəs bu şeylərlə cənnəti ala bilməz. İnsan ancaq cənnəti taqvası ilə, Allah qorxusu ilə və salih əməllərlə almaq mümkündür. Ona görə bu qruplaşmanın əsas səbəbi hizbiçilikdən meydana gəlir, kör-köranə kimlərəsə təqlid eləməkdən meydana gəlir, yaltaqlıqdan meydana gəlir, pulpərəstlikdən meydana gəlir, dünya düşkünlüyündən meydana gəlir, iman zəifliyindən meydana gəlir, İslama olan zərəli düşünməməkdən iləri gəlir, cahillikdən iləri gəlir, dini mərifətin yoxsulluğundan iləri gəlir. Əsas bu cür qruplaşmaların əsas səbəbi budur. Mənim tövsiyəm qardaşlara odur ki, Allahdan qorxsunlar, bu cür toplantılarda iştirak etməsinlər. Hansı məclisdə ki, kasıblar yoxdur, hansı məclisdə ki, imkansızlar yoxdur, o məclisə getməyin özü düzgün deyil. O elə məclislər Allahın ən çox nifrətinə gələn məclislərdir. İstərsən söhbət, istərsən yemək içmək məclisi olsun. Rasulullah sallallahu aleyhi ve sellem kasıblarla fəxr eləyib, kasıbların cənnətdə uca məqamlarda olduğunu deyib. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem dualarından var ki, Allahümmə həşirnə mə'al məsəkin. Allahümmə sən məni miskinlərlə, kasıblarla həşr eləyinə. Ona görə qardaşlar, adətən keçmiş dövrlərdə belə şey yox idi. Çünki mal insanların əlində idi sadəcə. İnsanlar malla, mülklə sevinmirlərdi, malla, mülklə kədərlənmirlərdi. Onlar günahları ilə, kədərlənib savabları ilə sevinirlərdi. Ona görə hamısı qardaş idi, varlı, kasıb, güclü, vəzifəli, vəzifəsiz. Hamısı qardaş idilər, hamısı bir-birlərini sevirlərdi. Qarşılıqlı şəkildə hamısı bir-birlərinə hörmət edirlərdi. Nə qruplaşma var idi, nə hizbiləşmə var idi, nə dil atmaq var idi.